Değerli, büyük bir kömək dayı. Və bugün mən növbəti çıxışıya söz verməzdən əvvəl demək istəyirəm ki, Yunis Kazımov böyük Azərbaycana gətirdiyi şöhrətin bir zərrəsi də Azərbaycan Dövlət Aqrar Universitetinin payındadır. Yunis Aqrar Universitetin məzunu oldu. O yer quruluşçusuydu. O çox səliqəli bir tələbə idi. O çox cəsarətli bir tələbə idi. Tələbə yoldaşlar arasında xüsusi çəkisiz səmimiyyəti, insanlığı vardı. Gəncliyinlə insan adını, kamil insan adını daşıya bilir. Mən onun şahidiyəm. O bizim tələbəmiz idi. Və o qədər cəsarətli bir oğludur. İdman yarışlarında universitetin adına şöhrət gətirərdi. Adicə qol güləşində onu yenən olmazdı. Bu da bəlkə biraz da genetik keçiddən gəldi. Onun babası, ruhu şad olsa, dəyərli, səmimi və son dərəcə qorxmaz, cəsarətli bir kişidir. O da Aqrar Universitetinin məzunuydu. Baba Yunis'in ömür yolu nəvə Yunis'lə təhsil pilləsində tamamlandı. Yəni demək istədiyim budur ki, Yunis bir kənddən, Kəməri kəndindən, bir evdən tərbiyə alıb, bir orta məktəbdən təhsil alıb, bir universitetdən təhsil alıb, bütöv Azərbaycan, böyük dünyanın balasına çevrilir, ulduzuna çevrilir, qəhrəmanına çevrilir. Mən indi Samir müəllimi dəvət edirəm və Çoban, Qazax rayon icra hakimiyyəti aparatının şəhidlərlə daimi ünsiyyətdə olan, onların qayğılarını dinləyən və cənab başçı ilə, əslində biz bu münasibət körpüsünə bəlkə də ehtiyac yox idi. Bayaq Səməd müəllimlə dedim, mən də tanıyıram Rəcəb müəllimin fəaliyyətindən keçidləri. O bütün şəhid, qazi, müharibə iştirakçılarının hər birindən qapı açandı, könül açandı, əl tutandı. Amma rəsmidə siz həm də bu ailələrlə, bu tələbə ilə cənab başçı arasında bir ünsiyyət görürsünüz. Buyurun da. Cənab başçı, hörmətli millət vəkilimiz, dəyərli şəhid ailələrimiz, qazilərimiz, hörmətli tədbir iştirakçıları, sizin hər birinizi səmimiyyətdən salamlayıram. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizin hər birinizə dərin minnətdarlıq edirəm. 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsi şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu müharibə Azərbaycan xalqının əzmkarlığının bir daha böyük nümunəsi oldu. Xalqımızın öz vətəninə bağlılığını, vətəni torpağı üçün öz şirin canlarından keçən, sağlamlığını itirən gənclər yetişdirdiyini bütün dünyaya döyüş meydanında bəyan etdi. Bu gənclər Cənab Prezident, Silahlı Qüvvələrin Ali Başkomandanı İlham Əliyevin dövründə yetişən gəncliyidir. Ümumilli lider Heydər Əliyev siyasətinin layıqlı davamçısı olan Cənab Prezident İlham Əliyev ölkəmizin yerləşdiyi çətin geosiyasi coğrafi mövqeyinə baxmayaraq, düzgün planlaşdırılmış siyasət edərək məğlub xalqımızı dünya arenasında tanıtdı və zəfərlər apardı. Bu siyasətin arxasında xalq və Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi dayanır. Ötən illər Azərbaycan böyük inkişaf yolu keçir. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilir. Azərbaycan Heydər Əliyev siyasətinin alternativini yaşadan ölkədir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Hələ Sovetlər dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyi haqqında düşünür və vacib addımlar atırdı. Bu addımlardan biri də Ulu Öndərin Sovetlər dövründə böyük maneələrə baxmayaraq 1971-ci ildə internat məktəbinin bazasında yaratmış olduğu bugünkü Cəmşid Naxçıvansk adına hərbi liseydir. Qeyd etmək istəyirəm ki, 2026-cı il həmən hərbi liseyin 55 illik yubileyidir. Hansı ki bu lisey Azərbaycan ordusunda peşəkar zabit kadrlarının hazırlanmasına böyük rol oynar.
Liseyin məzunları 1-ci və 2-ci Qarabağ müharibəsində böyük şücaətlər göstərmişdir. Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərlik göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın milli qəhrəmanı, 19 nəfəri isə Vətən müharibəsi qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bildirmək istəyirəm ki, mən də Cəmşid Naxçıvanski adına hərbi liseyin 2004-2007-ci illər və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci illərdə məzunuyam. Fəxr edirəm ki, Heydər Əliyev ideyalarını yaşadan hərbi məktəblərdə təhsil almışam. Biz bu ideyaları rəhbər tutaraq 44 günlük Vətən müharibəsində Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovduq. Bugün isə mən ehtiyatda olan bir zabit kimi böyük fəxarət hissi ilə deyirəm ki, Heydər Əliyev siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Cənab Prezident digər sahələrdə olduğu kimi ordu qurumculuğuna da çox böyük diqqət ayırır. Bunun nəticəsidir ki, Azərbaycan ordusu, Azərbaycan xalqı dəmir yumruq tək Ali Baş Komandanın ətrafında sıx birləşdi və zəfərimizin başlanğıcı olan 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində hiləkar düşmən üzərində qələbə qazandı. Hiləkar düşmən öz təxribatlarından əl çəkmədi, qanunsuz silahlı birləşmələr yaradaraq Qarabağ iqtisadi rayonunda təxribatlar və mülki halının təhlükəsizliyinə ciddi maneələr yaradırdı. Bunları nəzərə alaraq 19-20 sentyabr 2023-cü il tarixində Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan ordusu və güc strukturları qarşılıqlı əlaqə ilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının suverenliyi tam olaraq bərpa edildi. Azadlıq quru hərflərlə deyil, qanla yazılır. Məlumunuz olduğu kimi Qazax rayonunun 348 nəfər şəhidi vardı. Bunlardan 285 nəfər 1-ci Qarabağ müharibəsi dövründə, 3 nəfər aprel döyüşlərində, 1 nəfər Tovuz döyüşlərində, 49 nəfər 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidmət vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci ilin sentyabr ayının 12-sindən 13-nə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz sentyabrın 19-dan 20-sinə keçən gecə Qarabağ iqtisadlarında keçirilən lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuşdur. 1-ci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının milli qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər Qarabağ ordeni, 8 nəfər Azərbaycan bayrağı ordeni, 5 nəfər 3-cü dərəcəli Rəşadət ordeni, 14 nəfər 3-cü dərəcəli Vətənə Xidmətə ordeni, habelə 58 nəfər şəhid müxtəlif adda 226 ədəd orden və medallarla təltif edilmişdir. Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün 500 tirajda qanları ilə dastan yazanlar, vətənin canından əziz bilənlər, şanlı vətən oğulları kitabları çap edilmiş, Qarabağ Azərbaycandır xatirə kompleksi inşa edilmiş, Qazax rayon Tarix Yaşasıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında xatirə yükəsi yaradılmış, Qazax şəhidlər xiyablarında isə şəhidlərin şəkilləri əks olunan mənbər lövhələr qurulmuşdur. Şəhid ailələri və müharibə iştirakçıları ilə rayon rəhbəri tərəfindən mütəmadi görüşlər keçirilmiş, şəhidlərimizin məzarları hər bayram və anım günlərində mütəmadi ziyarət edilmişdir. Onların qaldırdıqları məsələlərə həssaslıqla yanaşılmış və həlli istiqamətində qanuna müvafiq qaydada addımlar atılmışdır. Şəhid ailələrimiz, qazilərimiz və müharibə iştirakçılarımızın sosial məsələləri daim rayon rəhbərliyinin diqqətində saxlanılmış, həlli istiqamətində işlər görmüşdür. Bugündən sonra da bu məsələlər diqqət mərkəzində saxlanacaqdır. Şəhidlərimiz,
qazilərimiz və müharibə iştirakçılarımız xalqımızın mənəvi sərvətidir. Hörmətli tədbir iştirakçıları, bu qısa məlumatı mənim verməkdə məqsədim odur ki, ümumi rayonumuz haqqında bizim digər rayondan olan da qonaqlarımız var, bizim burada 50 nəfərdən çox məlumatları olsa yaxşıdır. Bugün baş leytenant Yunus Kazımovun xatirəsinə yığışmışıq biz burada. Mən inanıram ki, onun ruhu bu dəqiqə şəhid qardaşları ilə birlikdə bizim yanımızdadır. Biz şəhidlərimizi yaşatmalıyıq, qazilərimizi yaşatmalıyıq və attığımız hər bir addımda biz şəhidlərimizə borcluyuq. Bugün ön xəttə xidmətini davam etdirən Azərbaycan silahlı qüvvələrinə, əsgərlərimizə, zabitlərimizə mən uğurlar arzulayıram. Hansı ki, onlar müharibənin bitməsindən sonra da vətənə, xalqa sədaqətlə xidmət edirlər. Allahdan şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm, veteranlarımıza can sağlığı arzu edirəm. Mən çox danışardım, sadəcə vaxt məhdudiyyəti var. Bu tədbiri də təşkil edir hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun. Sizə görə çox sağ olun. Torpağa, dövlətə, bugünkü günümüzdə qurban verir. 100 dərəcəli əlildir. Eyni zamanda da Cənab Prezidentimiz tərəfindən 300 dərəcəli Rəşada Torpinin Sadaladığımız statiskanın bir qəhrəmanı da 300 dərəcəli Rəşada. o da sağ olsun və mən bildiyim, mən gördüyüm, inanın mənim səmimiyyətimə, bütün varlığımla deyirəm, hər bir şəhid ailəsi onu özünə övlad verir. Bəlkə elə deyir, analar. Bütün şəhid ataları özlərini övlad verir. Sağ olsun.